Bu aspirator. Bunun üstünden onlarda gaz yok. Gazlarda traktör var. Aspirator nədir? Hava çəkən. Bak onlarda gaz, yer gaz idi burada traktör. Bu keçmişdi bura. Bu bax belə deyim də, bax bu qazın şkafı, birinci vursan qazın şkafı montansiyona düşə bilməz. 1.56. 1.56-da gəlir operasyon var. Bir 56'da gəlir bura. Gaz, sizde gaz nedir? Mebel üstü qazdır. Hə, onu deyirəm. 1.56'da gəlir bura. Gəlib düşürdü bu tuşa, qazın şkafı. Qazın şkafı düşürdü tuşa, aspiratorun şkafı düşürdü tuşa. Orada bir tane orada bir tane bak montanın üstü buydu. Bu çıkmıştı montanın biri. Bak aspirator buradaydı. O qazı onda qırağa sala bilər. Ama onların da gazı buradaydı. Hə. Qazı alt yerini qırağa sala bilirsən. Az deyiləm ya. Aspirator neyinirəm ya həyətdə? Aspiratoru saxlayarsın. Neyinirəm ki həyətdə sonra? Bunu bakın bırak öz yerine. Nə? Bu artık ya, bu da bu artık. Aspirator. Hə. Yazda neyinirsən? Düşəcək qırağa da sənə dərməsən istəsən orada dök. İkinci əldir uşaqlar. Yemin satdı. Bunu da özüm götürdüm aldım ki. Burada zaten yemək saat pişir elə bilir. Burada 30 saat oturmağa yayın günü. Bu itin pişiyin yeməyin ciyarını qaynatsan evdən iyi gəlir. Elə de yaxşı da mebel oradan qurulsun. Yer oradır. Qaz dur pasta deyi oradandır. Hamısını quracam. Elə mənə rahat olacaq payda. Artıq qazan quzanlar var, yığacam oraya köhnə. 3 metrdir. Ora mən əslində o 4 göz qaz istəyirdim. Mebel üstü deyil getmir. Ayağım tutuldu uşaqlar düşə. Nəyə satım getsin? Üstə yağmır, ora yağış yağmır. Hara ya, ora yağış yağmır. Durukda lazımlıdır mebel. Afris sən özünsən, mənim nə afris deyimi görmüsən? Şimdi qoy səni şəf blok eləyim canlımdan ki bir də gəlməyəsən. Belə izləyiciləri mən istəmirəm. İt biraz açıldı. Əyilə bilmirəm, əyilib onu götürə bilmirəm. Əyilib götürə bilsəydim topu yenə atıb açardım. Deyə açılır olsa. Onlar atıram bloka bitirir. Hə, maksız atıram. Almaq istəyən əlaqə saxla. Onu götürsəydim bir rest açardım deyə oradan çıxardım. Deyən, pişiyi də sat. Evdə saxlamayacağım. Bəlkə də şpris pomeriyanımı da satdım. Mənə həyətlik lazımdır, evit lazımdır, evimi batırır. Mənə baba bir dənə belə, bir dənə it saxlayacağım və salam belə. Bunu da satıb bir dənə balası var, onu şeyləyəcəm. Doberman dişi. Qururlar. Ay Allah, mənə güc ver, mən bunu nətər deymez onlara qardaş, bunu bir dənə mənə verə bilərsiniz. Biraz açmışam, bax açıldı biraz. Yeməz. Başka şey at, başka şey hanım. Açılıb bax, biraz açdı, çox gödəydi. Görün. Əylə bilmirəm, inşallah belimdə qanıyır. Başa düşürsünüz, görün. Süpürgə. Sizə sağ olun, sizin kuşunuz başınız işləyir. Allah sizə, Allah dedin süpürgənin üstünə şeylə. Amma mənim onun şüm kəsmirdi. Bax, sənin Allah tufağını dağıtsın. Bax, gəldi yenə dolaşdı.
səhv getdi. O yüzden. Gördün az. İndi yenə dolaşdı özün. Kırızdır. Bundan arası yok bir şey. Olmalıdır. Bunun yakının en yakında sokarda var. Boşuma. Hı? En yakında sokarda var. Aha işte. Nətər? Yakında harda var. Orada yoxdur, ara qurmamışıq. Bu en yakında harda var. Deyib burada. Ancak oradadır. Hı. Ona göre sen kronik çıkar. Nasıl yapayım? Abi orada boşuna bu halet de. Uzun var. Orada mı? Aslında yok çıktı. Çok iyi. Bravo. Neyse. Şimdi kere devam edelim size. Aa, çocuğun krankı yok. Yo, o da çatmayacaq. Uzun lazımdır. Gör ne varsa da eksik alacak şöyle krankı. Əməliyyatda nə qardaş, mən ona görə tam yeriyəmirəm. Belimdən əməliyyat olmuşam girijadan. Qoy çıxıram. Qardaşım. Hə, bunu satıb bir dənə dişisini alacağım. Cry Wolf, çox sağ ol. Bir dənə. Nöm Instagram'ımda var. Baboş Official yazın, orada Instagram'da biyoma nömrə qoymuşam. Qəşəkdə İttimax oynayır. Alın, saxlayın. Mən dişlisini alacağım, balaca alacağım. Neçə sat? 350'ye sata verərəm. Bana deyirlər ki, maksı çox ucuz satırsan, onlar axranitidir, qoruyucudur. 350, 400'e ver, deyir geçsin, 350'ye, 400'e ver, geçsin deyir. Yox deyil, tranikim yox. İlk ahım değerli sattım, koy koy. Tam istiyle satmıyor. Satmıyor ha. İngiliz. O satmıyor. Buradan oraya gözüm satmıyor. Sen de olursun. Tamam, kes. Qorxuram ta.
Başı gəlsə, bəyəkdən ayağım ağrıdı. Mebel axtarmıram. Emin mebelini dəyişdi, özününkində mən aldım. Başa düşürsünüz, ikinci əldir. Təmiz qəşəng saxlayır. Aldım ki, lazımlıdır. Bax, orada balıq qızar. Bax, burada gətirsən, itə, ciyar alıb qaynatsan, evi iyi götürür. Lazımdır da həyətdə mətbəx mebeli. Niyə ilə danışırsınız ki? Pisdir ola. Orada qaynat, balığı orada qızartır. Burada qızartırsan, sıçrayır, hər yer götürür. Canım qutardı. Gəl dəyişəcək xanım pasteli. Pis deyil aşağılar. Nəyə pisdir ki aldım da. Mən ev canlıyam. Paltar yanımda orada bəzi paltarlar zatar varsa koyacağım yusun. Hiç bu paltar yanı çox işletməyə olmaz. Nəyə pisdir? Kanser iştir, buz kimi de ev. Aha. Ben sen de beke verdim ceddini. Evde hiçbir şey istemem. Kızı sen ağıllısın. Dibmez oturursan. Yok. Bir gün gələcək, səs dönəm elə bilib şeydir. WhatsApp-ı işləmirmiş. Axı dünən canlıda çıxıb deyibdi ki, baboşa mesaj yazıram, oxumur. İndi mənə səs atır ki, baboş bağışda da yəni. Mən sən demə, mən WhatsApp-ım işləmir. Mən ona səs atdım ki, ha bax, mənə mesaj yazmışsan, oxumamışam. Deməmişəm ki. Mənə deyil səs atıb da. Yəni, sizə mən bir söz deyəcəm. Mənə diqqətlə qulaq asın. Bax, əziz tamaşaçılar, əziz izləyicilər. Bax, Məhdud səs atdı. Dünən axşam. Mənim WhatsApp-ım işləmirmiş. WhatsApp-a bir də silif təzədən yazmışam. Mən də deyirəm, ay balam, bu mənə niyə mesaj gəlmir, niyə mesaj getmir, canlı deyəcəm. Deyəcəm, ay cəmat, mənim canım donur. WhatsApp-ım işləmirmiş. Mən deyirəm, ay balam. Bu bir, bu barədə onu danışıbdı. Mənə diqqətlə qulaq as. Bu ekran kaydına düşür, Sakadona təkrar paylaşım vurur. Yəni ki, Sakalın da təkrar paylaşımı vurmağının səbəbi odur ki, yəni kütlə qalxsın mənim üzərimə, mənə desin nankör, bu həqiqətən o insan çox apaslı bir insan imiş. Məni istəyən insan deyil. Götürüb ona, o videoya təkrar, indən belə Sakal, səni kim ki, mən də şəkildə təkrar paylaşımlar vuracam. Sən məni istəyən insan deyilsən, qardaş. Götürüb o videoya təkrar paylaşım vurubdur. Ki yəni bu da lap düşsün kəşfətə və məni yıxsınlar, sürüsünlər. İndiki səninki kimi mən də qəşəng təkrar paylaşımlar vuracam. Məndən nə gedir? Götür o videoları təkrar paylaşım vurur. 2 dənə videodur. Götür təkrar paylaşım vurur. Sonra da səmimilikdən, dostluqdan danışır. Yəni... Gördünüz mü? Məhdun WhatsApp işləmirmiş. Elə bilib ki, oxumamışam. Dünən mesaj yazdım ki, canlı donuyla söz deyirsən ki, kütlər deyir, hə, mənim WhatsApp'ım işləmirmiş. Silif təzədən yazıb. Və elə bilib ki, mən oxumamışam. Gördüm. Mən görürəm ki, yəni ona görə də ondan artıq mənim ki, yəni elə bir 4-də də bir dənə elə bir, yəni da bir-birimizə gəlmək, mən Bakıya gedəndə görüşmək, ömür boyu belə bir şey olmayacaq yəni artıq. Yad ancaq PK-dan PK-yə. Əssalam, mənim tayanı bitti, mən qəşək gördüm hər bir şeyi. Çox gözəl gördüm. Sən götür o videoya təkrar paylaşım vursan ki, göyəni məni yıxıl sürüsünlər, mənə yazsınlar, nankör, qədir bilməz adam. Bir şey də olmamış, mən çıxan kimi Məftunu zəh vursan ki, gəlsin 4-dəyə. Mənim yerimə. Elə o qızlar çıxardanda Məftunu saldan, onda niyə salmırsan? Uşaqlar yaxşı adam deyil, dost deyil. Təkrar paylaşım vurmaqda hatta özünüz fikirləşin. Videoları təkrar paylaşım vurur.
Sən ha istəyirsən ki, mənim cəmaatın gözündən salasan, inan ki, bacara bilməyəsən. Vaxt zaman gəlir, özünü gedirsən. Mən yenə də 5.000, 4.000-də otururum, sən gedirsən, sənin canın düşür, çıxır, gedir. Mənim yox, gəlin də onu təkrar paylaşım vurdun, hə, nə olsun? Mən də vuracam, indi sənin ki, kimsə pisləyəcək, götür təkrar paylaşımlar vuracam mən də. Sən istəyirsən mənim kütlənin gözündən salasan, amma o bacarmayacaq. Deyil, özgəyə quyu qazan, özü düşər. Məni sən sevdirməmsən ki, sən də məni gözdən salasan. Kütlə hər şeyi qəşək görür. Elin gözü tərəzidir, hamı hər şeyi qəşək görür. Niyə mənə yer eləyir? Ay izləyəcək, yer eləyir. Yazırsan, bax, Mehri, səni kimsə indi Məftun anlar, indi səhv başa düşür də, indi elə bir ki, oxumamışam. WhatsApp-ından imiş onun, silif təzdən yazıb. Çıxa canlıda şey eləyə, sən də gəlib ona təkrar paylaşım vurasan. Ki, qoy daha da görsün, kütlə daha da üzərinə düşsün, daha da pisləsin. Nətər olar? Açıqlamasını ver, nətər olar? Geçsin kimsə Nəsirovu pisləsin, mən də gedim təkrar paylaşım vurup. Nəsirov yığıb mənə deməz ki, baboş sahib olsun. Bə dostsan, niyə təkrar paylaşım vursan ki? Deməli, dost deyirlər də, dost deyil də. Yaxşısı da uzaq durmaq. Vallahi yaxşıdır uzaq durmaq. Səfəm ay uğurdu bay. Pislərdən özünü qoru. Vallahi oturmuşam evimin altında. Heç kimdən işim yoxdur. Elin gözü tərəzidir, kütlə hər şeyi görür. Deyib, bax. Göstərirəm, bax videonu, bax. Təkrar paylaşımlar. Ləmana da demişəm. Ləman deyil, əl üzündə qalıb. Az adını da qor, sən də kiri. Kimiydi o gün Matıf'dı? Hocam. Göstereceğim de yanım. De ya. Bak gösterin bak. Babuşa niye bakmış? Ay bala. Birincisi o günlerim ben gelende Leman oradaydı. Dedi ki geleceğim. Babuşla beraber dedi geleceğim. Orada değil ki mesajı. Bakın deyip tekrar paylaşıma bakın. Gelirim sabahlarım geleceğim. Bak videoyu tekrar paylaşım vurur. Dedim lap yaşta tek değil. He. Dünenlerimde Burada da yazıq var, onun kimi əziyyət itirən qədir bilməz adam dünyada yox. Yəni məni söysünlər. Məftunda indi onu düzəldəcəkdir bugünkü. Həqiqə mənə səs atdı ki, vallah bilməmişəm. Mən ona səs atdım ki, ha vaxt sən mənə mesaj yazmışsan, mən oxumamışam. Sən deməm, onun WhatsApp-ı xarab olur. Nə olub? Silifli təzələnə şey eləyib. Götürüb, indi orada biraz məni pis kimi çıxardıb da Məftun. Götürüb Sakoda ona təkrar paylaşım vurub. Bu da dost dediğiniz səmimi insan. Tələsmə, səndən də danışacaqlar. Gör, baboş nətər təkrar paylaşımlar vuracaq. Etmə bulma dünyasıdır ki. Kim nə edə çıxar qarşına. Niyə indirəm ki, mənim yanıma gəlməyə? Mənə ehtiyaçdır ki. Mənim baxanım yoxdur. Allah şükür, mən istəyən yoxdur. O mənim yanıma gəldi, neyinəm ki, gəlməsin. Heç mən istəmirdim ki, gəlsin.